Ayaqda olan göbələk pis qoxu verir, dəri soyulur və bundan əlavə dırnaqda zədələr yaradır ki, hansı ki saralma falan, yəni göbələk xəstəliyinin əlamətləri görülür. Yəni bunun üçün nə məsləhət görərdiniz? Bu problem özü adətən, yəni məslək xəstəliyi kimi də qəbul olunur. Çünki misal üçün hərbiçilər, forma geyinən insanlar adətən, əskərlər, yer gəlmişən, indi atpravkalar başlayır. Balalarımız sağ-salamat keçsinlər, qayıtsınlar inşallah. Hər birimizin qapısında əskərin qayıtdığı günün toy bayramının səsləri ucalsın. Bu bütün valideynlərə arzumdur. Və bilin ki, bu video sizə 1-2 aya lazım olacaq. Çünki uşaq gedir əskərliyə, artıq 1-2 ay sonra zəng edir ki, ayaq dərim soyulub, ayağımdan pis qoxu gəlir, qaşınmadan gecə yata bilmirəm. Yeri gəlmişkən, göbələyi isti su ilə yumaq olmaz. Göbələyin sevdiyi şey isti sudur, qaynar sudur. Orada daha da çox qaşınma verir. Ona görə onu ilıq və yaxud soyuq su ilə, qabağa da yaya gedir, zaten soyuq sudur. Və sadəcə ayaq göbələyi yox, bütün bədəndə olan, deməli, ekzema, göbələk, psoriaz, sebareya, dəmrov və s. bütün bu xəstəlikləri 15 manatla aradan qaldıra bilərsiniz. Ən azından remisiya eləyə bilərsiniz, bir müddətlik aradan qalxsın. Bu necə bir şeydir? 10%li Yosep götürürsünüz apteklərdən və bir də Sinomik Neo krem götürürsünüz. Bunların ikisi bir yerdə təxminən 15 manat pul tutur. Hansı aptek desə yoxumdur, deyin depoda var, oradan gətirin, gəlib götürəcəm. Yəni, ya aptekə pul qoyun, ya nə bilim, nəsə eləyin də, bir sözlə aptek sizə onu versin. Bəzən apteklər deyir, ya bizdə yoxdur, depoda da yoxdur, yalan deyirlər, depolarda var. Yəni, aptek istəsə sizə gətirə bilər. Deməli, nə edirsiniz? Yosep 10%li ilə həmin o problemli dərini silib təmizləyirsiniz. Yarım saat gözləyirsiniz. Hətta yaxşı var ki, bunu bir sprey qabına töküb uzaqdan püskürdəsiniz. Yarım saat gözləyirsiniz, sonra Sinomik Neo kremi sürtürsünüz. Bunu gündə 3 dəfə eləyirsiniz və salam. Amma hər dəfədə, səhər bunu elədin, indi günorta onu yenidən eləmək üçün dərini yuyub təmizləməlisən axı. Bunu Celerex şampunla eləsəz daha yaxşı olar. Və elə adam var ki, onun Celerex almağa gücü çatmasa əgər, Dektiyan sabunla və yaxud belə bir sabunlarla, uzun sabunlarla da eləyə bilərsiniz də, 72% sabunla və s. Amma onu birbaşa sürtmək olmaz, əlimizdə köpükləndirib, o köpüyü sürtüb, yuya bilərsiniz. Sonra yenə günorta eyni qaydada, axşam eyni qaydada, bunu bir həftə eləyin. Yəni, hərəsindən bir qutu kifayət eləyəcək düşünürəm. O qaşınmalar da tamamən gələcək, dərvizdə birləşəcək, dərvizdə bərpa olacaq və nəticə olacaq çox əla və tez sağalacaq, yeri də qalmayacaq. O da çox vacib məsələdir. Videonu bəyənin, paylaşın, fikirlərinizi yazın və növbəti videoda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun, hələlik.